12. Rəqs periodu 1 metr olan rəqqas 20 saniyə ərzində 4 rəqs edir. Onun rəqs periodunu və 10 saniyədə getdiyi yolu hesablayın. Deməli, verilənləri qeyd etsək, amplitudu 1 metr verib, 20 saniyə zamanı verib 20 saniyə və 20 saniyədə 4 rəqs edir. Onun rəqs periodunu hesablayın. Rəqs periodunu bilirik ki, t bərabərdir, kiçik t bölünsün böyük n. Yəni, zamanı rəqslərin sayına bölsək, periodu tapmış olaraq. Zamanı verib 20 saniyə, rəqslərin sayı 4-dür, 20-ni 4-ə bölsək eləyər 5 saniyə. Bu rəqqasın periodu 5 saniyədir. İndi bunun getdiyi yolu tapaq. Getdiyi yolu tapmaq üçün biz L bərabərdir 4A vurulsun N düsturundan istifadə etməliyik. Burada A amplituddur, amplitudun qiyməti verilib, N isə rəqslərin sayıdır. Burada bizə rəqslərin sayını 4 olaraq verib, amma biz ondan istifadə etməməliyik. Çünki burada bizə zaman da verib. 10 saniyə müddətində getdiyi yolu tapın deyir. Bu 4 rəqs verdiyi, bunun 20 saniyə ərzində etdiyi rəqsdir. 10 saniyə ərzində neçə rəqs etdiyini tapmaq üçün n bərabərdir, kiçik t bölünsün böyük t düsturundan istifadə edərik. Kiçik t-nin qiyməti 10 saniyə verib, periodu da 5 tapmışıq. Onu 5-ə bölsək görərik ki, bu rəqqas 10 saniyə ərzində 2 rəqs edir. Onda bizdə artıq düsturda bütün kəmiyyətlər var. 4 vurulsun amplitudun qiyməti 1-ə bərabərdir, rəqslərin sayı isə 2. 4 vurulsun 2 də eləyər 8 metr. Deməli, bu rəqqas 10 saniyə ərzində 8 metr yol getmişdir.